Beləliklə, bugün sizə danışacağım nəyə görə qaynağa baxmaq olmaz, nəyə görə xizək sürərkən mütləq gərək ultrabənövşəyi şuanın qabağını alan eynəkdən istifadə eləyəsiniz və güclü, gur, günəşli havada da ultrafiolet şuanı dayandıran eynəyi istifadə etmək lazımdır. Nəyə görə? Deməli, təsəvvür edin ki, siz yolla gedirsiniz, hamınız nə vaxtsa dəyib, yıxılıb, əli sürtülüb, əlimi sürtüləndə dərin üst qatı soyulub gedir. Təsəvvür edin ki, qaynağa baxan insanı biz aparatda baxsaq, onun buynuz qışanın, ən ön hissənin gözünün üst qatı soyulmuş olur. Bu ultrafioletin çox güclü ekspozisiyasına görədir. Onun üçün məsləhətim nədir? Qaynaqdan istifadə edəndə mütləq istifadə edin xüsusi qoruyucu alətlərdən. Xizək sürərkən, qarlı havada mütləq xizək sürərkən yəni mütləq ultrabənövşəyi şuanın qabağını alan eynəkdən istifadə edəsiniz və bu işıqda olanda, günəşin altında olanda onu istifadə edin ki, gözünüz və üst qatda düşərlər. Belə bir tam baş verirsə, çox vaxt keçir, gecə yatmaq çətinsə, soyuq gözünüz üzərinizə, əgər də gözünüzdən ondan da gözünüzə müraciət edəcək.